Şeytanlarla cinlər məsələsini soruşan qardaşa belə cavab verirəm ki, ümumiyyətlə məşhur, yəni ki, sahih olan odur ki, Allah Azza və Cəllə mələkləri nurdan yaradıb. İnsanın əsli, yəni mələklərin əsli nurdandır. İnsanın əsli torpaqdandır. Cinlərin əsli isə oddandır. Bunların hamısının dəlili kitab və sünnədə var, sabitdir. Cin şeytan məsələsinə gəldikdə, onların hər ikisinin əsli oddan yaranılıb, eyni məxluqdular. Sadəcə cin kəlməsi daha şamildir. Çünki cin dedikdə şeytanlar da ora daxildir. Amma ayrıca şeytanlar da, yəni cinlər də mükəlləf olduğuna görə, yəni Allahın əmrlərinə uymaqları lazım, qadağanlarından çəkinmələri lazım olduğuna görə və həmçinin məlumdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sadəcə insanlara gəlməyib Peyğəmbər olaraq, həmçinin cinlərə gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdiyi bu şəriət həm cinlərə aiddir, həm də insanlara, həmçinin cənnət, cəhənnəm həm cinlərə aiddir, həm də insanlara sorğu sual məsələlər, məhşər, hamısı, bunların hamısından cinlər də, insanlar da keçəcəklər. Ona görə də onlardan da müsəlman, kafir olduğuna görə, necə ki, insanlardan müsəlmanlar və kafirlər var, cinlərin kafirlərinə şeytan deyilir. Şeytan deyildikdə adətən cinlərin kafirləri nəzərdə tutulur, iman etmədikləri. Amma cin dedikdə, ümumi olaraq, cins olaraq hamısı daxildir. Amma kafirə, kafir cinə də cin deyilir. Amma müsəlman cinə şeytan deyilmir. Müsəlman cinə şeytan deyilmir. Amma ikisi də eyni məxluqdur. Necə ki, insan eynidir. Sadəcə adda fərqi var ki, müsəlman, kafir, bir də münafiq. Onlarda da necədir? Ümumiyyətlə, məxluq olaraq oddan yaranıblar, hamısı cindir. Sadəcə içlərində olan kafirlərə şeytan deyilir. Allahu alem. İhlasla.com saytı tərəfindən təqdim olundu.